Buyurun, buyurun. Hoş Ay hoş geldin. Ya sen ki bunu ise götürmüşsen. Maşallah. Kazım abisi, Batiyonlu yakşı işçidir, bilir neydi. Kesin öylesin, kesin öylesin. Öylesin, öylesin. Yıksın dağlarımıza. Yavaş ana da. Yəqin gecə kömürxanada tutduğumuzu bıraxdırmağa gəliblər. Yavaş ol. Ya da iki mayskadan birini. Ben səni bunları bıraxdım, getdilər. Sübut dəlil yox idi. Öyle ne danışırsın? Necə yox idi? Dubaydan Varşava'yacan onları hamı tanıyır. Yaxşı, yaxşı, qıta. Qədim Bacıoğludur da, yenə humanitar yardım göstərib bıraxıb onları gedib. Görürsünüz də, ha? Müstəqillik əldə elədik, amma yenə işdən başımız ayılmır. Mənə bax, bəlkə gedək Cihangir'in restoranında söhbət eləyək. Deyirlər Cahangir Türkiye'den köçüb gəlib. Gəlib ha. Deyirlər eləsim. Sen o yanında güzel. Kazım sen dünyada xəbərin yoxdur. Yox. Ha Cahangir bir restoran açıb ki, gəl görəsən. Sən o aerobik ilə məşğul olan qızları var idi. Onlar hamı indi rəqqas olur. Vay. Oynayırlar, özü də şovmen Cahangir. Vay. Aşıq getdi ya. Yo, reis, sağ ol. Bu şou dəmdəstgah vaxtı deyil, ümumiyyətlə yeyib içmək vaxtı deyil. Məsləhətə, məşvərətə gəlmişik. Getdi. Bəli, Eşidirəm. Don Feyzullah bombara batay. Nə bomba? Harda da? Yenə ermənilər. Neyilmeli? Üzeyir Hakkı Bey'in eserinden Əbdürrəhim dinledim. bəy. Ha, Don Feyzullah bombara batay. Başa düşmə. Qafar, bu sənin isimdir, sən basasan. Seyfəm oğlu, Feyzullah kişi gəlir, Amerikadan. Həmin o bomba rabata. Yox, oğlu, yox. Mən 12 il bundan əvvəl axtarıb sizləri tapdığım kimi, bir-birinizlə tanış elədiyim kimi, indi də Amerikada yaşayan bir qovumuzu tapmışam. Adı Feyzullah kişidir. 2 il vaxt sərf eləmişəm bu işə. Çünki buradakı familin orada dəyişilmiş. Amma tapdım. Haçan gəlir və mənə nə düşür? Ay, sənə dost doğmacı əmi düşür. Özü də 1-2 günə gəlməlidir Bakıya. Allah qoysun. Nə? Bəs famili nədir? Seyfəm oğlu, famili burada sənin kimi Kəblə Muxtarov olub, amma orada famili dəyişməyə məcbur olub. Çünki bu Amerikanlıya, Avropalıya Kəblə Muxtarov tələffüz eləmək çox çətindir. O da məcbur olur ki, orada dahi bilmirəm, familimi, adımı qısaldıb, dəyişib, nəsə təzə bir famil tapıb. Bəs onun adı nədir? Feyzullah. Feyzullah. Bəs bunu qısaldanda nə olur? Feyz. Feyz? Tam doğru. Feyz. Reis. Mr. Feyz. Mafya. Al Capone. Yox hədə, o Amerikanlıdır, nə? Amerikanlıdır. Bəs iyi. Eğer Mr. Feyz Amerikanlıdırsa, bəs ne için? Bizim kimi iyi verir? Değil. Kimi verir? Düş kabul edildi. Söhbət sizdən gelmir. Səni bilir ay sazı. Əsəbləş. Dünənləri biz kömürxanadaydık. Amerikadan bir Mr. Feyz'in konteynerləri gəlir. Burada bir oğru tutmuşuq, o da onu açmaq istəyir. O ilə bilir ki, onun içindən nə var. O da iyini bilir, bizim millətin iyi gəlir bunun içindən. Başa düşdü? Neçə konteyner bırak. 7'si gəlir, arası 10 ton, 8'i də gəlir. Yəqin neft avadanlığıdır. Sağ olsun Amerika şirkətləri. Ne neft avadanlığı? Siz ne danışırsınız? Konteynerin içinde mebeldi. Paltardı. Daşkaştı. Daşkaş. Ya, daşkaş demədi. O dedi ki, lüstür,
Pal, daş, kaşlar. Daskas var şimdi, daskas var da. Allah sen ölürsən. Zalim oğlunun bırnı gör necə tüvey, necə iyi bilir. Görürsən? Bax bizim sistemdə də gərək belə adamlar işləsin. Vallahi. Billah. Benim yüreğime dalıp ki. O ya bizim emmizdi. Ya da dayımız. Xeyr, dayımız da elə əmimizdir. Sənin ürəyinə damır. Amma mən 100% əminəm ki, o Mr. Feyz Amerikadan gələn elə bizim doğma əmimiz Feyzullah kişi. Bəli. Bəli. Nahal yerə 35 ildir mən day polisdə işləmirəm daha. Bəli, 100% əminizdir. Amma özünüz dediniz ha, mən də sizin kiçik qardaşınız. Ne kardeş sanmışsan burada. Kardeş. Taksinize susun. Minik onlar. İkisini karşılamak lazımdı. Ona benim canım kurban. Dayda, izin verin mən də bir söz deyim də. Bayaqdan bax, elə bir ağzıma su alıb oturmuşam. Düz deyim, mənim adətim yoxdur böyük yanında danışmağa. İzin verin də mənə də. Əlbəttə, böyük yanında danışmağa adətin yoxdur. Amma böyük millətin bacısı ilə oturub durmağa... De görüm nə deyirsən? Bilirsən nə deyir? Siz mənə izin verin. Mən o bacını yola salım Voronicə. Feyzullah baban yəqin ki bizim maddi imkanlarımızı artıracaq. Deyirəm, hər halda o qədər var dövlət sahibi bir az da olsa bize humanitar yardım göstərərdi. Yaxşı get. Aparam. Sən Urus qəribini götür. Gel ona, sən də kazın. O xala qızı Zəhrani. Bir yerdə gəlin restorana, Cangirin restoranında girişək ki, birdən girəyik. Oldu. Kardeş. Bığlarına bak. Kardeş. Fikir vermə. Sən də onu taysan da ya. Dur ayağa görür. Sən də var mənim kiçik qardaşımsan da geri yanımda olar. Çox sağ olun. Götür o bırını da gel restorana. Yaşayın. Ben orada eksperiment yaparım. Baş üstə. Oldu. Çox sağ olun. Ben bugün işte olmayayım.